İşğaldan öncə bərli bərəkətli Ağdamda, mərhəmətli qəlbində böyük bir dünya daşıyan, ədalətli, əzəmətli və iradəli bir kişi var idi. Zülfüqar Səfərəliyev. Alman faşizminə qarşı qanlı qadalı müharibədən sinəsi orden və medallarla qayıtdıqdan sonra pedaqoji fəaliyyətlə məşğul olacağını qərarlaşdıran Zülfüqar müəllim sözün həqiqi mənasında təhsil fədaisi idi. O, ömrünün mənasını, həyatının bütün zövq səfasını müəllimlikdə görür, özünü bir an belə pedaqoji fəaliyyətdən ayrı təsəvvür edə bilmirdi. El-oba uşaqlarına təhsil verməyi ən şərəfli iş hesab edirdi. Zülfüqar müəllim zamanın sınaqlarından üzü ağ çıxmış, öz ləyaqətini hər şeydən uca tutaraq, gələcək nəsillər üçün örnək olan bir şəxsiyyət idi. Ulu Qarabağımızı şəxsiyyəti ilə daha da ecazkar edən Zülfüqar Səfərəliyev, mötəbər insan, böyük şəxsiyyət kimi sayılıb seçilib, çətin günlərdə el-obaya dayaq dururdu. Qarabağın sayılıb seçilən simalarından biri olan Zülfüqar müəllim, yaxın, uzaq ətrafındakı insanların sevimlisi olaraq ədəb ərkanı, əxlaqi dəyərləri ilə nəsillərə nümunə idi. Ailəsində milli mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlayan Zülfüqar Səfərəliyev, mürgün yoldaşı Qənirə xanımla 6 övlad tərbiyə edərək cəmiyyətimiz üçün hüquqşünas, həkim, müəllim, iqtisadçı, ən başlıcası isə dəyərli vətəndaşlar yetişdirdi. Ailədə kişi xasiyyətli ər, tələbkar və mərhəmətli ata, övrək və mülayim baba, doğmalığı ilə seçilən qaynata, istiqanlı, qayğıkeş qohum kimi tanınan Zülfüqar müəllim Qarabağda böyük nüfuz sahibi olaraq qəlblərdə taxt qurdu. Zülfüqar müəllim son dərəcə mədəni bir insan idi. İstər ailə məclislərində, istər ictimai tədbirlərdə olsun, yüksək əxlaq, nümunəvi davranış nümayiş etdirirdi. Ümumilli liderimiz Heydər Əliyevin Ağdama səfəri ilə bağlı görüşlərdə, həmçinin rayon tədbirlərində fəal ictimaiyyətçi olan Zülfüqar Səfərəliyev həmişə ön sırada olardı. Qəfil ölüm 40 il öncə 1986-cı il iyunun 13-də Zülfüqar müəllimi haqq dünyasına qovuşdurdu. Bu ölümlə heç kim barışmaq istəmirdi. Xeyirxahlıq mücəssəməsi sayılan bu insanın ölüm xəbərinə təkcə Zülfüqar müəllimin yaxın uzaq ətrafı deyil, bütün Ağdam ağlayırdı. Zülfüqar müəllimlə vida mərasimi Ağdam rayonunun mədəniyyət evində oldu. Burada ilk dəfə idi ki, vida mərasimi keçirilirdi. Vida mərasiminə Bakıdan, bölgələrdən, yaxın uzaq kəndlərdən gələn insanlar cəmiyyətin bütün təbəqələrini təmsil edirdi. Bu insanların içərisində rayonun rəhbəri də vardı. Əli qabarlı fəhlə də, kəndli də. Elin, obanın sevgi və məhəbbətini qazanmış bir insanın vida mərasimində iştirak etməyi Zülfüqar müəllimi tanıyanların hamısı özünə borc bilirdi. Zülfüqar müəllim bir evdən yox, eldən gedirdi. Zülfüqar müəllim son mənzilə rayonun nüfuzlu rəhbərinin, Ağdam rayon partiya komitəsinin birinci katibi Murtuzayevin çiynində gedərək Qarağacı məzarlığında doğma torpağa tapşırıldı. Son mənzildə məzarında qranitdən büstü ucaldıldı. Məzarı da şəxsiyyəti kimi əzəmətli idi. Uzaqdan belə diqqəti cəlb edirdi. Birinci Qarabağ müharibəsinə qədər ailə üzvləri, qohumları, dostları, ictimaiyyət nümayəndələri Zülfüqar müəllimin məzarını tez-tez ziyarət edirdilər. Birinci Qarabağ müharibəsi başlayanda Qarağacı qəbristanlığı da erməni vandalizminə məruz qaldı. Burada bəşəriyyətin utanc yeri olan vəhşiliklər törədildi. Qarağacı qəbristanlığında yüzlərlə, minlərlə qəbirlər təhqir olundu. Qəbirüstü abidələr talan edildi. Beynəlxalq humanitar hüquq normaları kobudcasına pozularaq qəbirlər tanınmaz hala salındı. İşğaldan sonra
Mənfur düşməndən təmizlənmiş Ağdama səfər edənlər doğmalarının qəbirlərini tapmaqda çətinlik çəkdilər. Elə Zülfüqar müəllimin Qədirbilən övladları da 2021-ci il noyabrın 13-də Ağdama səfər edərkən Qarağacı qəbristanlığında ata qəbrini asanlıqla tapa bilmədilər. Mina təhlükəsinə baxmayaraq tükənməz ata sevgisi ilə xeyli axtarışdan sonra Bəhruz və Cavid ata qəbrini taparaq ömürlərinin ən kövrək anlarını yaşadılar. Neçə-neçə 10 illikdən sonra Zülfüqar müəllimin uyuduğu torpaq yenə də doğmalarının göz yaşları ilə islandı. Həmin günü haqq dünyasında uyuyan bir atanın ruhu övlad sevgisindən şad oldu. Məzar başında o həyəcanlı anlarda ata məzarı sorağı ilə Bakıdan gələn zənglərə verilən cavablar Zülfüqar müəllimin doğmalarının qəlbinə rahatlıq gətirdi. Elə həmin gün Şahbulaqda verilən ehsan süfrəsində uca Allahdan ruhuna dualar oxundu. Çox keçmədi ki, Zülfüqar müəllimin qeyrətli övladları Azad Ağdamda ata məzarına ilk nişan qoydular. Daha sonra isə yeni qəbir daşı ucaldı. Məkanın cənnət olsun Zülfüqar müəllim. Qəbrin nurla dolsun Ağdamın fəxarət ünvanı. Ulu Tanrı ruhunu daim şad eləsin.